Əziz dostlar, 24 iyun 2025-ci il gəlmişəm əziz dostum, keçmiş xalq deputatı Sergey Andreyeviçin ad gününün ondan söhbət eləməyə. Oğlu ilə də gəlmişəm. Elə onun atası kimi maşallah ağıllı, hündür boylu. Kim idi Sergey Andreyeviç? Sergey Andreyeviç Ukrayna dilində söz var. Onu deyirlər çolovik. O çolovik ifadəsi həm ailə başçısına deyirlər, həm də kişi olanlara deyirlər, kişi adam. Böyle bir kişi adam idi. Yadıma gəlir 44 günlük müharibədə neçə dəfə dalbadal mənə zəng elədi ki, bəs səni təcili görməliyəm, əməliyyatlar başlayanda. Əlində də yadımdan çıxıb düzü bir dənə də içki gətirmişdi. Deyir ki, Qafqazın taleyi Azərbaycan əllədir. Qafqazın taleyi, gələcəyi Azərbaycanlıların əlindədir. Milli azadlıq ideologlarından biri Ukraynanın, o cümlədən çox böyük bir insan idi Sergey Andreyeviç. Biz möhkəm dostuyduq, elə indi də dostuq, indi də danışırıq. Şəxsən mən gəlmişəm ondan söhbət eləməyə, oğlu da, Andrey də atası ilə mən kənara çəkildim, söhbət elədi. Bilirsiniz, elə insanlar var ki, onları bizim cəmiyyət tanımalıdır. Azərbaycanın dostu olan insanlar var. Onlar harada olmaqlarından asılı olmayaraq hər zaman, məsələn, bizə dayaq olublar. Mənim dediyim kimi yadımdadır ki, sentyabrın sonları 2020-ci il axırıncı günləri idi. Bir neçə gün idi əməliyyatlar gedirdi. Artıq məlum idi ki, Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlar həyata keçirirlər. Deməli, o qədər sevinirdi, o qədər məni dəqiqə bir belə gördüyüm mən deyirdim, sən darıxırdın, sən darıxırdın, sən darıxırdın. Hadi, yaxşı çay çək, amma sən bu da gətirdiyi içkini deyil, evdə özün iç bir gün yat, mənə belə deyirdi. Gözəl bir insan idi. Oradan da boylu buxunlu 2 metr boyu. Özü rəhmətlik Kalmada da olmuşdu 54-cü ildə. Yadınızdadırsa 53-ün Soyuq yayı filmi var. Orada Stalin öləndən sonraki həbs düşərgələrində, qulaqlarda olanları ki, buraxırdılar düşərgələrdən. Atası orada Milli Azadlıq Hərəkatının öncüllərindən biri olduğu üçün orada həbsdən çıxmışdı. Orada da anası ilə evlənmişdi. Bir ildən də sonra Rusiyada doğulmuşdu. Да скількох років батько жив в Росії? В Росії? Я не впевнений. Ну, кілька років, да? Так, кілька років. Hardasa 50-ci illərin sonuna, 60-cı illərin əvvəllərinə qədər. Çünki məktəbə Ukraynada getmişdi, özü mənə danışırdı. Və mənə hər zaman doğrudan da Azərbaycanın çox böyük gələcəyi olacağını, Cənubi Azərbaycan məsələlərini, ümumiyyətcə, Ceyib Çankaşi ilə də görüşmüşdü Tayvanda. Yəni, belə bir insan idi, dəhşət bir adam idi də, yəni, insan fikirləşəndə ki, nə qədər enerjin olar sənin, nə qədər savadın olar, nə qədər düşüncən olar, çoxlu kitablar yazıb, çoxlu kitablar yazıb, mənə hədiyyə elədiyi kitablar da var. Deməli, milli azadlıq ideologiyası, ümumiyyətcə, baş verənlər, onların bizim regiona aid olması, ən böyük arzusu da ondan ibarət idi ki, Qafqazlarla Ukrayna birləşsin. Ukraynanın deməli, bu regionda, Avrasiya məkanında sabitliyin və gələcəyin simvol ola biləcək deməli, məsələlər Qafqazlarla Ukraynanın birləşməsi ola bilər. Onun belə bir xətti var idi, horizontal münasibətlər. Rəhmətlik etmişdi Cühar Dudayevin yanına. 2 dəfə Çeçenistanda olmuşdu, görüşmüşdülər. O görüşü getməyi də mən deməli, kömək eləmişdim. Rəhmətlik İskəndər Həmidov qarşılamışdı Bakıda bunları, aparmışdı. Yəni, adamlar vermişdi, aparmışdılar Cühar Musayeviçin yanına, Çeçenistana. Yəni, bunlar hamısı mənim gözümün qabağından kino lenti kimi keçir və özümü müəyyən mənada əgər bu günləri müəyyən ideoloji hazırlığım varsa o cümlədən Sergey Andreyeviçə elə bir ki, borçlu hesab edirəm. Bugün həm də Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Böyük Əbülfəz Elçibəyin doğum günüdür. Elə özümdə nəysə bir
içimdə bir istəyim oldu ki, görüşək. Həm də elə Andrey mənə demişdi bazar günü ki, bəs atam ölməzdən qabaq görürsüz də, yəni bu hələ bu azad olunan günlərdə rəhmətə getdi. 2022-ci ilin 6-sı deməli apreldə ki, bəs yəni sizi çox arzulamışdı. Atamın ad günüdür. İstəsəz bir yerdə gedə bilərik. Çünki hər zaman sizi arzuluyurdu. Ağır vaxtlarda məndən də olmadım. Yəni yanımda ola bilmədim. Elə günlər idi ki, Kiyev şəhərinin demək girəcəyində, indi şəhərdən biraz kənardayıq. Buralarda demək olar ki, az qala işğal altındaydı bu ərazilər. Yəni fevralın sonlarından mən danışıram. Buralarda atəşə tutulurdu hər yer. Belə özüm üçün elə bir müəyyən bir Balzac'ın sözü var. Adam qəbirstanlığa gələndə nəsə bir ürəyindən bir nəsə yüngülləşmə hiss edirsən ki, belə insanlarla oturub durmusan, belə insanlar olub həyatında. Ruhu şad olsun Sergey Andreevich. Царство небесное, хай з Богом спочиває Андрія. Великий був чоловік, велика людина, правда. Це я говорю, як є. Да. І я сказав, що як слово чоловік Наталії Леонідівни і чоловік. В житті чоловік, знаєш, отак. Сутність його, бути чоловіком. Да. Kişi insanıydı. Allah rahmet eləsin Sergey Andreevich. Heç zaman unutmarıq. Həm də bizə, xalqımıza, millətimizə olduğunuz, elədiyiniz necə deyirlər, o yaxşılıq mı deyim, belə istək, yəni istək, bu istək məsələsidir. Onun üçün istədim ki, bizim dəyərli dostlarımız bilsinlər ki, kimdir Sergey Andreevich. Ruhu şad olsun, Allah rəhmət eləsin. Azərbaycanın belə dostları var, olub və olacaqlar həmişə. Çünki biz